5 dekabr Beynəlxalq Könüllülər Günüdür. Bu gün dünyanın dörd bir yanında ictimai işlərə töhfə verən, heç bir maddi qarşılıq gözləmədən cəmiyyətə xidmət edən könüllülərin bayramıdır. Azərbaycanda da son illərdə könüllülük həm sosial məsuliyyət, həm də şəxsi inkişaf üçün geniş imkanlar yaradan bir hərəkat kimi getdikcə daha çox gənci öz ətrafında birləşdirir. Ölkədə ekoloji, humanitar, mədəniyyət və təhsil sahələri üzrə müxtəlif könüllü hərəkatları və təşkilatları fəaliyyət göstərir. Prezident İlham Əliyevin dövlət qurumlarında könüllü hərəkatlarının yaradılması ilə bağlı çağırışından sonra bu istiqamətdə mühüm addımlar atılıb. Könüllülük sahəsində fəaliyyət göstərən təşkilatların bir araya gəldiyi Azərbaycan Könüllü Təşkilatları İttifaqı hazırda 32 təşkilatı öz çətiri altında birləşdirir. Könüllü fəaliyyətinə kifayət qədər maraq artıb gənclər arasında. Regionlarda da bununla bağlı müxtəlif layihələr həyata keçirilir. Könüllü təşəbbüslərin dəstəklənməsi biz tərəfdən hər zaman prioritet hesab edilir. Könüllülər fəaliyyət göstərdikləri təşkilatlarda təcrübə proqramlarında iştirak edirlər, təcrübə yığırlar. Növbəti dövrlər üçün həmin qurumlar tərəfindən işə götürülmə məsələsi prioritet hesab edilir. Könüllülük hərəkatında xüsusi fəallığı ilə seçilən qurumlardan biri də Asan Könüllüləri Hərəkatıdır. Könüllərlə işləmək əslində çox məsuliyyətli bir prosesdir, amma bu məsuliyyətli prosesin bir hissəsi olmaq bizim üçün xoşdur. Asan xidmət mərkəzlərində bizim könüllülərimiz vətəndaşların yönləndirilməsi, ərizələrin yazılması və digər fəaliyyətlərə cəlb olunurlar. 2012-ci ildən 15 Asan Könüllüsü başladığımız bu könüllü fəaliyyət artıq bu gün 44 minə yaxın gənci əhatə edir. Məlumat üçün onu da bilmək istəyirəm ki, 2025-ci il ərzində Asan könüllülərinə 4 minə yaxın gənc qoşulmuşdur. Ali təhsil səviyyəsinin asılı olmayaraq 15-26 yaş arası bütün gənclər könüllü hərəkatına qoşula bilərlər. Jurnalistika və media sahəsinə maraq göstərən gənclər isə media könüllüləri platformasında bir araya gəlirlər. Gənclərlə işləmək dinamik və maraqlı bir prosesdir. Media könülləri proqramına müraciət edən gənclərin bir çoxu jurnalistika ixtisasında təhsil alsa da, müəyyən bir qismi qeyri-ixtisasdır. Lakin mediaya maraq göstərən gənclərdir. Bir çox yerli və xarici ekspertlər tərəfindən fərdi və peşəkar inkişaf təlimləri təşkil edilir. 9-cusu icra edilən proqram çərçivəsində artıq 250-yə yaxın məzun könüllü fəaliyyət göstərmişdir. Bir könüllü proqramı isə tələbələri öz ətrafında birləşdirərək onların bu sahədə aktiv iştirakına yol açır. Tələbə könüllərimizin sayı 45 mindən artıqdır. Elm və Təhsil Nazirliyinə bağlı müxtəlif elmi layihələrdə iştirak edirlər. Mən özüm 2019-cu ildə təşkilata qoşularkən könüllü olaraq fəaliyyətə başlamışam və daha sonra koordinator, əməkdaş könüllülər üzrə menecer və hal-hazırda təşkilatın rəhbəri olmuşam. Müəllimlərin işə qəbulu müsabiqəsi həyata keçirilir hər Elm və Təhsil Nazirliyi tərəfindən. Bu prosesdə bizim tələbə könüllülər orada nəzarətli prosesini həyata keçirir, imtahan təşkil və nəzarətini həyata keçirir. Könüllülərin yaratdığı bu böyük enerji bir həqiqəti göstərir. Cəmiyyət ancaq birlikdə daha güclü olur. Onların atdığı hər addım ölkəmizin gələcəyinə qoyulan kiçik, amma möhkəm bir təməldir.